Bugün 6 aprel tarixində əvvəlki illərin məzunları üçün keçirilmiş buraxılış imtahanına düşən reading suallarına baxırıq. Bundan əvvəlki videoda qrammatika suallarının izahını vermişəm. Deməli, reading mətnimiz Avstraliyanın bir ştatı olan Tasmaniya adası barəsindədir. Birinci sualımızda The people on the island, adadakı insanlar created a state in Great Britain. Böyük Britaniyada bir ştat yaratmışlar. Tamamilə yanlışdır. Əksinə, Böyük Britaniyalılar və Avropalılar Tasmaniyaya gələrək oranı Avstraliyanın bir ştatına çevirmişdilər. Biri çıxdıq. Sonra change the name of the island, adanın adını dəyişmişdilər. Tamamilə doğrudur. Mətndə qeyd olunur ki, əvvəl adanın adı Van Diemen Land idi. Ondan sonra dəyişib Tasmaniya qoydular. Mainly live in the south-east and the north. Əsasən bu bölgədə yaşayırlar. Baxaq, birinci abzasda qeyd olunub. Deməli, 3 də doğrudur. Doğru cavabımız oldu Y bəndi. Avoid working in the fields like IT and tourism. IT və turizm kimi sahələrdə çalışmaqdan boyun qaçırırlar. Bu yanlışdır. Avoid boyun qaçırmaq deməkdir. Qaçmaq, yayınmaq deməkdir. Sonuncu abzasda isə qeyd olunub ki, bu sahələrlə məşğul olurlar. Deməli, 4 yanlışdır. Sonra 24-də mətn əsasən Tasmaniya adası barəsindədir. A state named after its discoverer. Öz kəşf edəninin şərəfinə adlandırılmış bir ştat barəsindədir. Hansı ki, tamamilə doğrudur. Çünki burada Tasmania became a state of Australia deyir. Tasmania Avstraliyanın bir ştatına çevrildi. Yəni, Tasmania bir ştatdır və onu kəşf edən Tasmanın adına adlandırılıb. Deməli, A bəndi doğrudur. Sonra, the largest city in Australia. Avstraliyadakı ən böyük şəhər deyil. Ada barəsindədir, şəhər barəsində deyil. Liman barəsində də deyil. Tasmaniyada yerləşən liman. Bu da yanlışdır. Deməli, industry sənayesindən deyir ki, bu ada ştatının, yəni Tasmaniyanın sənayesi barəsindədir. Yəni, sırf sənayesi də deyil, çünki ümumilikdə danışılıb bu ada barəsində. Hər şeyindən danışılıb, tarixindən də danışılıb. Ona görə D-ni çıxdıq. Məşhur bir Britaniya deməli, kəşfiyyatçısı barəsindədir, tədqiqatçısı barəsindədir. Bu da yanlışdır. Yeni çıxdıq. Yəni, burada söhbət şəxsdən getməyib. What was the result of the Black Wars? Black Wars, bu müharibələrin nəticəsi nə idi? Baxırıq. When those wars ended, müharibələr sona çatanda, there were no native people left on the island. Adada heç bir yerli insan qalmamışdı. Yəni, yerlilərin hamısını öldürmüşlər. And it was governed by the Europeans. Və oraya Avropalılar hökmranlıq edirdi. The Europeans took control of the island. Bəli, adanın nəzarəti Avropalıların əlinə keçir. Doğru cavabımız A bəndidir. Deyir ki, Avropalıların Tasmaniyadakı sayı azalır. Yanlışdır. Əksinə, yerli insanların, nativlərin sayı azalır. Avropalıların sayı çoxalır. The Europeans and native people started to live together. Avropalılar və nativlər birlikdə yaşamaya başladılar. Yanlışdır. Çünki nativlərin nəsli kəsilmişdi. Yox idi da. The Europeans let the native people choose their government. Avropalılar nativlərə icazə verdilər ki, öz hökumətlərini, dövlətlərini seçsinlər. Yəni, nativlər qalmamışdısa, onlara necə icazə verə bilərlər? Mümkün deyil. Deməli, yanlışdır. The Europeans left the island of Tasmania. Avropalılar Tasmaniya adasını tərk edirlər. Bu da yanlışdır. Əksinə, orada məskunlaşıb öz dövlətlərini qururlar. Mətndə var bu. Deməli, öz dövlətlərini yaradırlar. Formed their own government və s. Doğrunu soruşur. The first colony in Tasmania was established by the Dutch. Deyir ki, ilk koloniya Tasmaniyada Hollandlar tərəfindən yaradılmışdı. Hollandlar deyil, burada Holland səyahətçisindən danışır. Amma ilk koloniya Britaniyalılar tərəfindən yaradılmışdı. Biri çıxdıq. The native people were involved in the government after the Black Wars. Qara müharibələrdən sonra yerli insanlar, nativlər orada hökumət işlərinə cəlb olmuşlar. Nativlər qalmamışdı, onların nəsli kəsilmişdi. Ona görə belə bir şey mümkün ola bilməz. Most of the Europeans on the island
were immigrants from Great Britain. Bu adada yaşayan Avropalıların çoxu Böyük Britaniyadan gələn immigrantlar idi. Tamamilə doğrudur. Bu var mətndə. Deməli deyir ki, many of the Europeans living here were immigrants from Great Britain. Yəni həmin o Avropalıların böyük əksəriyyəti Böyük Britaniyalı idi. The island has been populated by 500,000 people. Bəli, yarım milyon insan məskunlaşıb orada. Burada qeyd olunmuşdu. 3-4 doğru cavabımız C bəndi. Sonra to find or learn something for the first time. Bir şeyi tapmaq və ya bir şeyi ilk dəfə öyrənmək. Bu olacaq discover, yəni kəşf etmək. Birinci abzasdan soruşur, bunu gətirib birləşdirdik bura. Yəni bu discover sözüdür. Bu sözdür. Sonra indigenous bu yerli deməkdir. İkinci abzasdan sinonim soruşur. Bu olacaq native sözü. Native, yerli, köklü. Belə. Sonra Tasmanyalılar nədə yaxşı idilər? Burada bu cümlədir. Bu cümlədə sözləri dəyişməlisiniz. Mənim məsləhətim odur ki, baxın, a lot of'dur, sonra which'dir. Belə sözləri dəyişməyin. Bunlar sayılmır. Which'i that-lə əvəzləmək falan. Bunlar sayılmır. İndi mən sizə göstərim nələri əvəz edə bilərsiniz. Məsələn, produce sözünü deyə bilərsiniz. Manufacturing, creating, generating, yaratmaq sözü. Sonra goods mallar deməkdir. Products, items deyə bilərsiniz. Sonra key sözü var burada. Key sözü burada əsas mənasında işlənir. İndi məsələn ifadəni də dəyişə bilərsiniz. Play a key role ifadəsini başqa ifadə ilə əvəzləyə bilərsiniz. Və ya sadəcə olaraq key sözünü də dəyişə bilərsiniz. Key sözü dediyim kimi əsas mənasında işlənir. Essential, critical, vital, crucial, main, significant bu sözlərini, yəni əsas sözünün sinonimlərini əvəz edə bilərsiniz. İndi burada deyəsən important sözü də yoxdur. Əgər important sözü yoxdursa mətndə, onda key sözünü important sözlə də əvəzləyə bilərsiniz. Belə. Sonra burada esse sualında nədir? Hansı ölkəyə səyahət etmək istərdiniz və nə səbəbdən? Burada mən bir nümunə kimi yazmışam. I would like to visit Egypt because it has a lot of famous historical sites. Misrə səyahət etmək istərdim çünki orada çoxlu tarixi yerlər vardır. Site yer deməkdir. I want to see the pyramids and the Sphinx. Piramidaları və Sphinxi görmək istəyirəm. Sphinx yəni ki, tarixdən bilirsiniz nədir. Egypt has beautiful old temples and tombs and I'm excited to learn about its ancient history. Deyirəm ki, Misirdə çoxlu gözəl məbədlər var, qəbirlər var, fironların qəbirləri və s. Hansı ki, muzeylərdə saxlanır, mumyalar və s. Bunlardan məsələn yaza bilərsiniz. Və deyirəm ki, onun tarixi barəsində öyrənməklə bağlı çox həyəcanlıyam, yəni çox öyrənmək istərdim. I've heard that the markets in Egypt are full of interesting things to buy, like spices and souvenirs. Orada yəni ki, filmlərdə də görmüsünüz, Misir bazarları. Deyirəm ki, bazarlarda çoxlu maraqlı şeylər olur almaq üçün. Məsələn, ədviyyatlar olur, maraqlı ədviyyatlar olur, suvenirlər olur və s. The food in Egypt also looks delicious. Yəni, konkret bir yemək bilmirsinizsə həmin ölkədən. Bunun əvəzinə ümumi təsvir edə bilərsiniz. Mən deyirəm ki, yəni, yeməkləri çox dadlı olur. Tutaq ki, həmin ölkə barəsində heç nə bilmirəm, belə deyə bilərəm. Sonra, Egypt has a rich culture and I think it would be fun to experience it. Misirin zəngin mədəniyyəti var və mən düşünürəm ki, bunu yaşamaq, bu mədəniyyəti yaşamaq çox maraqlı olardı, əyləncəli olardı. Belə, hələ ki, bu suallarla bu qədər. Listening suallarının izahında ayrıca bir videoda verəcəm. İzlədiyiniz üçün təşəkkür.